Salam, hörmətli müəllimlər. Bugün təlimin forma və modelləri, sinxron, asinxron tədris nədir və oyunlaşdırma və oyun əsaslı öyrənmə haqqında danışacağıq. Başlayırıq vaxt itirmədən sinxron tədris nədir? Sinxron tədris prosesi ilə birlikdir ki, burada şagirdlər eyni zamanda prosesə cəlb olunurlar. Yəni bu istər canlı dərslər üzərindən olsun, istər onlayn dərslər üzərindən olsun, fərqi yoxdur. Burada əsas məqam, açar məqam ondan ibarətdir ki, eyni zamanda və hər kəsin prosesə cəlb olunması ilə baş tutur. Yəni, burada əks əlaqə var sinxron tədrisdə. Həmən anında əks əlaqə quraraq qaranlıq qalan məqamları araşdırmaq olar. Burada sual-cavab prosesi anında baş tutur, müzakirə var və ona görə də burada sosial bacarıqları şagirdlərdə inkişaf etdirmiş oluruq. Yəni, sinxron tədrisdə bizim bilməli olduğumuz məqam, yenə də qeyd edirəm, istər əyani olsun, istər onlayn olsun. Məsələn, Google Meet-də biz hər həftənin müəyyən günləri görüşürük, düzdürmü? Bilirsiniz ki, filan günləri, filan saatda biz görüşəcəyik. Bu sinxron tədrisdir. Çünki eyni zamanda, eyni məkanda Google Meet-də biz görüşürük və burada da əks əlaqə mümkündür, müzakirə var. Anında baş verdiyinə görə bu oldu hansı tədris? Sinxron tədris. Asinxron tədris isə əksinə olaraq, yəni eyni zamanda burada, eyni məkanda görüşmürük. Sadəcə olaraq müəyyən zamana qədər biz videoları yükləyirik və siz filan zamana qədər istədiyiniz həmin o videolara istədiyiniz vaxtda, özünüzə uyğun vaxtda baxırsınız, öyrənirsiniz. Bu oldu nə? Asinxron tədris. Yəni, asinxron tədrisdə artıq biz sizin öz öhdəliyinizə qoymuş oluruq işi və buna görə də sizdə metakognitiv bacarıqları formalaşdırmış olur. Yəni, daha doğrusu şagirddə metakognitiv bacarıqlar formalaşdırmış olur. Yəni, şagird burada vaxtını bölməlidir ki, hansı vaxtda nəyi öyrənsin, hansı vaxtda nə etsin ki, həmin o qoyulan vaxta qədər onu çatdıra bilsin. Məsələn, qoymuşuq ayın 25-nə qədər filan dərsləri çatdırmalısınız. Məsələn, ayın 20-sindən vaxtı var ki, həmin vaxta qədər istədiyi vaxtda həmin materialı yerinə yetirmiş olsun. Belə müəllimlər tez-tez danışıram ki, orada dəqiqələr çox getməsin, vaxtınız çox getməsin. Mənə elə gəlir ki, burada heç bir qaranlıq qalmadı. Bir də təkrar edirəm, sinxron tədrisdə eyni zamanda, eyni məkanda baş verir və geri dönüş, əks əlaqə mümkündür. Canlı və surətli şəkildə əlaqə yaratmaq mümkündür. Asinxron tədrisdə isə əksinə olaraq, yəni eyni vaxtda, eyni məkanda görüşmə yoxdur. Sadəcə olaraq videolar, materiallar göndərilir. Sizə uyğun olan məqamda həmin materiallar üzərində çalışaraq təlim nəticəsinə çatmış olursunuz. Və asinxron dərslərdə spesifik olaraq məqamlar var. Əvvəlcədən hazırlanmış mühazirə və videolar, çarxlar göndərilir və şagirdlər hissə-hissə oxumaq və ehtiyac yaranarsa da bir neçə dəfə oxumaq və bir neçə dəfə dinləmə şansı olur. Diskusiya üzərindən yaradılmış onlayn forumlar olur. Məsələn, bu forumlarda bir neçə şagird ola bilər və yaxud da bir neçə müəllimlərdən təşkil olunmuş forum ola bilər. Hansı ki, kimə ki, hansı məqam qaranlıq qaldı, orada forumda yazar və aydınlaşdıra bilər. Və bu elektron poçt və digər mesaj ötürmə vasitələrindən istifadə etmək mümkündür. Burada da bildiyiniz kimi həmin dəqiqə cavab vermək məcburiyyəti olmur. Rəqəmsal tapşırıqlar və layihələr şagirdlərə əvvəlcədən müəyyən olmuş zaman çərçivəsində hazırladıkları işləri rəqəmsal platformalar üzərindən göndərə bilərlər. Tapşırığı göndərmək üçün əsas zamandan başqa zaman məhdudiyyəti yoxdur. Yəni, bu da o deməkdir ki, filan vaxta qədər bunu çatdırmalısınız, filan vaxta qədər çalışırsınız. O vaxt aralığında hansı zamanda istəsəniz öyrənmə mümkündür. Canlı dərslər və asinxron tədrisdə canlı dərslər də yenə nəzərdə tutulur. Yəni, məsələn, müəyyən layihələr verilibdir, şagirdlər onun üzərində çalışır. Amma hər hansı bir çətinliyi yarandıqda, məsələn, müəyyən günlər təyin oluna bilər. Orada, məsələn, onlayn üzərindən aydınlıq gətirmək olar və yaxud da sinifdə yaxınlaşıb müəllimdən soruşa bilər. Canlı dərslər deyəndə o nəzərdə tutulur. Asinxron tədrisin, sinxron tədrisin üstün cəhətləri nə oldu? Asinxron tədrisdə biz öyrənməni şagirdin özünün üzərində qoyuruq. Özünə uyğun, özünə rahat vaxtda öyrənməsini təmin edirik və bununla da ondan metakognitiv bacarıqları formalaşdırmış oluruq.
Bir də var müəllimlər hibrid tədris. Hibrid tədris isə hər ikisinin olduğu tədrisdir. Bu həm sinxron, həm asinxron. Yəni həm eyni zamanda, eyni zaman içərisində, eyni məkanda görüşərək, canlı əks əlaqə quraraq biz sinxron tədrisi təmin etməklə, eyni zamanda da videolardan, materiallardan təmin etməklə hər ikisini biz təmin ediriksə, həm sinxron var, həm asinxron var. Bu zaman adlanır nə? Hibrid tədris forması. Keçək növbəti təlim nəticəmizə müəllimlər. Oyunlaşdırma və oyun əsaslı öyrənmə nədir? Bildiyiniz kimi, hal-hazırda oyunlarla dərs keçmək, interaktiv formada uşaqları dərsə cəlb etmək, onların marağını nəzərə almaq olduqca əhəmiyyətlidir. Bu, şagirdlərdə həvəs yaradır və onlara öyrənmək üçün maraqlarını nəzərə almış oluruq. Və oyunlaşdırma ilə oyun əsaslı öyrənmənin fərqləri nədir? Oyunlaşdırma üsulunda oyun elementləri olur. Yəni, oyunlaşdırma üsulunda tapşırıqlar oyun elementləri ilə təşkil olunur. Yəni, deyək ki, məsələn, milyonçu şousudur. Biz tapşırığı burada milyonçu şousu üzərindən quraraq şagird hər suala cavab verdikcə xalları artır və biz tapşırığı oyunlaşdırmış olduq. Oyunlaşdırma üsulu ilə təqdim etmiş olduq. Və yaxud da bunu il boyda hazırlaya bilərik. Məsələn, 5 təqdimat hazırlayan, məsələn, birinci səviyyə üzrə nəzərdə tutulan, məsələn, müxtəlif titullar qoya bilərik. Məsələn, cəsur titulu, 10 təqdimat hazırlayan, məsələn, mübariz titulu, 15 təqdimat hazırlayan qəhrəman titulu və s. qazana bilər. Digər üsulda isə liderlər cədvəlindən istifadə edə bilərik. Bu üsulda mənfi xüsusiyyətləri var. Belə ki, yəni biz bunu az yaşlı uşaqlardan tətbiq etməkdən çəkinməliyik. Çünki onlar az nəticəsi olanlar, aşağı yer tutanlar ruhdan düşə bilər. Ona görə də aşağı az yaşlı olan uşaqlardan bu cür üsul istifadə etmək düzgün deyil. Onları həvəsdən sala bilər. Ona görə də onları ruhdan düşməsinlər deyə diqqətli olmalıyıq. Eyni zamanda da bu oyunlaşdırma üsulundan indi hal-hazırda bildiyiniz kimi nə qədər elektron üzərindən oyunlar var və yaxud da ki, quizlər var və s. müxtəlif formada təşkil etmək mümkündür. Bəs oyun əsaslı öyrənmə nədir? Oyunlaşdırmada biz dedik ki, tapşırıq oyunlaşır. Biz tapşırığı oyun elementləri ilə təqdim edirik. Oyun əsaslı öyrənmədə isə təkcə tapşırıqları yox, ümumi olaraq prosesin özü oyun əsaslı qurulur. Məsələn, deyək ki, hər hansı bir əsəri səhnələşdiririk. Və yaxud da ki, məsələn, ingilis dili dərsidir. Biz orada uşaqların ünsiyyəti üçün, yeni sözləri möhkəmləndirmək üçün oyun əsaslı təşkil edirik öyrənməni. Məsələn, yeni sözlər öyrənəcəklər. Biz onların öyrənməsini təmin etmək üçün dərsi oyun əsaslı təşkil edirik. Məsələn, yarmarka təşkil edə bilərik. Alıcı ola bilər, satıcı ola bilər və burada məsələn evdən uşaqlar müxtəlif əşyalarını gətirə bilərlər. Deyək ki, plasmas tərəvəzlər, sonra müxtəlif oyuncaqlar var, meyvələr və s. Oyun əsaslı təşkil etməklə biz burada oyun öyrənməni bu cür təmin etmiş olarıq. Yenə də məqsədimiz, yəni bizim təlim nəticəsinə çatmaqdır. Təlim nəticəsini reallaşdırmaqdır, amma təlim nəticəsini necə reallaşdırırıq? Oyunlaşdırma üsulu ilə və yaxud da oyun əsaslı öyrənməklə. Belə müəllimlər növbəti dərsimizdə görüşənə qədər.